Şeyx Səfiyyəddin Ərdəbili haqqında. Baxın, bu əsərin müəllifi Ceyhun müəllim də burada həm müəllifdir. Burada Bəli. Şeyx Səfiyyəddin Ərdəbilinin soyu haqqında bu nəslin ilk məlum nümayəndəsi Firuz Şah Zəringullah sayılır. Firuz Şahın Kürd, Fars və ya Türk mənşəli olması elmi dairələrdə çox müzakirə edilmiş, mübahisəli məsələlərdəndir. Bəzi tədqiqatçıların iddialarına rəğmən Firuz Şahın Kürd və ya Fars mənşəli olması barədə irəli sürülən dəlillər, sübutlar tutarlı deyil. Səfəvilər sülaləsinin 7-ci imam Musa Kazıma bağlanması da bəzi araşdırmaçılar tərəfindən düzgün sayılmır. Onlar Səfəvilərin Əhl-i-Beyt imamlarına gedib çıxan şəcərlərini sonralar hakim sülalə tərəfindən uydurulduğunu iddia edirlər. Amma Səfəvilərin Musa Kazımın nəslindən olması ehtimalı onların türk mənşəyini rədd etmir. Şeyx Səfiyyəddin hələ öz müasirləri tərəfindən türk sayılması barədə çoxsaylı məlumatlar mövcuddur. Sadəcə olaraq deyilir, amma qaynaq göstərilmir. Eyni zamanda Səfəvi sülaləsinin İmam Musa Kazıma bağlanmasını təsdiq edən sənədlər də əsassız hesab oluna bilməz. Qaynaq kimdir? Qaynaq yoxdur. Qaynaq Namiq Musalının bir məqaləsidir. İbrahim Mirzə haqqında, Şah İsmailin qardaşı İbrahim Mirzə haqqında. Bir müddət Ərdəbildə və Gilanda Qızılbaş əmirləri tərəfindən gizlədilmişdir. Sonradan anası ilə görüşmək üçün Gilandan Ərdəbilə qayıtmışdır. Bu qayıdışın səbəbini Səfəviyyə təriqətinin rəhbərliyi tərəfindən düşünülmüş planla əlaqələndirirlər. Kim əlaqələndirir, necə əlaqələndirir bilinmir, izahı verilmir. Məhz buna görə də İbrahim Mirzə Ərdəbilə qayıtmışdı ki, buradakı sufilərə başçılığı və təriqətin mənəvi rəhbərliyi üzərində alsın. Dəlil yoxdur. Sonra Fəvaid-i Səfəviyyə kitabında da Ərdəbilə qayıtdıqdan sonra İbrahim Mirzənin öldürüldüyü qeyd edilir. Tədqiqatçılar arasında İbrahim Mirzənin Səfəvi dövləti qurulmazdan əvvəl vəfat etməsi, yaxud dövlət quruculuğu prosesində 1-ci Şah İsmail yanında yer alması məsələsində fikir ayrılığı var. Yəni İbrahim Mirzənin aqibəti bilinmir, məzarının yeri də bilinmir. Heç biri yoxdur. Bir müddət sonra İbrahim Mirzə yenidən anasının yanına Ərdəbilə qayıdır. Mənbələrin verdiyi məlumata görə o Ərdəbildəki vəziyyət, Ağqoyunların planları barədə mütəmadi olaraq oğlunu məlumatlandırmış, bir neçə dəfə onu pusqudan xilas etmişdir. Bu məlumatı verən qaynaq hansıdır? İndi gələcək ora. 1-ci Şah İsmailin hakimiyyətə gəlişindən sonra Aləmşah bəyimin həyatı barədə mənbələrdə məlumat yox dərəcəsindədir. Bunun əsas səbəbi onun bəzi digər Səfəvi şahbanlarından fərqli olaraq siyasi hakimiyyətə və intriqalara meyil göstərməməsi, saray həyatından uzaq durması və Ərdəbildə adi həyat tərzi sürməyə üstünlük verməsi. Yuxarıdakı cümlə ilə aşağıdakı cümlə arasında ziddiyyətə baxın. Həm Ağqoyunların planları barədə oğlunu məlumatlandırır, həm də ki, siyasi hadisələrə qarışmır. Aləmşah bəyimin siyasi proseslərdən uzaq durduğu və ibadətə bağlandığı üçün adı klassik mənbələrdə az çəkilmişdir. Lakin bütün bunlara rəğmən ölümü, harda ölüb, nə vaxt ölüb, harda dəfn olunub, bu haqda qaynaqlarda yeri yoxdur və bunu ensiklopediyada da qeyd etməmisiniz. Maria Angelola və Venesiyalı tacirin isə bu barədə məsələ ilə bağlı verdikləri məlumatda mövcud olan qeyri-dəqiqliklər və ziddiyyətlər onların həqiqəti əks etdirmədiyini və digər qərəzli mənbələrdən hansılar da o digər qərəzli mənbələr yazılmır. Aləmşah bəyimə aid olan məzar daşının üzərində deyəsə, bu haqda danışdıq. Məzar daşının nə şəkli var, nə də heç bir şey. İndi sualım var. İbrahim Mirzə harda ölüb, nə vaxt ölüb və harada dəfn olunub? Təşəkkür edirəm. Sağ olun. Yox. İki məsələ var. İki məsələ. Bir Əl-Kürdi məsələsi, bir də İbrahim Mirzə məsələsini aydınlıq gətirəcəyik. Arada oldu ki, siz də reqlamenti açdınız. İcazə verək, Elnur müəllim də fikrini tamamlasın. Tamamladı. Yox, hələ davam edir. Deməli, İbrahim Mirzənin Ərdəbilə qayıtdıqdan sonraki həyatı barədə xəbərlər ziddiyyətlidir. Bəzi məlumatlara görə o, Ərdəbilə qayıtdıqdan sonra öz əcəli ilə dünyasını dəyişmiş, yaxud Gilanda yeniyetmə yaşlarında ikən, bizim dediyimiz kimi, vəfat etmişdi. Bunu da kim yazır? Siz yazırsınız Ceyhun bəy və sizin həm müəllifi olduğunuz kitabda bu qeyd olunur. Halbuki biz fərqli bir şey deməmişdik. Biz də onu demişdik ki, bəli, ola bilsin. Mümkündür ki, elə Gilanda da öldürülmüşdü və ya ölmüşdü öz əcəli ilə. Amma məzarının yeri istənilən halda bilinmir.
Elnur müəllim bayaq daha iki məsələyə toxundu və mən o məsələlər barədə o mövqeyini bildirdi. Mənsə əks arqumentləri söyləmədim. Beləliklə, məsələnin biri Şah İsmayılın qardaşı İbrahim Mirzə ilə bağlıdır. O iddia edir ki, İbrahim Mirzənin sonrakı taleyindən xəbər yoxdur. Mən iddia eləmirəm, siz yazmısınız. Sizin yazdığınız kitabdan nümunə gətirdim. Hə, yəni siz deyirsiniz ki, biz yazmışıq bəzi ehtimallara görə filandır, bəzi ehtimallara görə filandır. Siz isə birindən yapışıb deyirsiniz ki, onun biz yəni obyektiv verməyə çalışmışıq ki, belə də deyənlər var, bu cür də deyənlər var. Siz isə bir tərəfdən tutursunuz ki, yəni İbrahimin sonrakı taleyindən xəbər yoxdur, öldürülüb və s. və ilaxır. Mən indi onunla bağlı əks arqument olaraq Alimaray Şah İsmayıldan mən bildirmək istəyirəm. Bu əsərdə konkret olaraq bildirilir ki, 1503-cü ildə iyun ayında Həmədan yaxınlığında Alma bulağı, bəzi mənbələrə görə isə Alma qulağı adlanan yerdə Ağqoyunluğun sonuncu varisi olan Sultan Muradla onun 70 minlik qoşunu ilə Şah İsmayılın Qızılbaş ordusu 17 minlik qoşun üz-üzə gəlirlər və həmin düzdə üz-üzə gələrkən Sultan Murad həmin bölgəyə topçular dəstəsini göndərir və Şah İsmayılın tapşırığı ilə topçular dəstəsini yolda qarşılayıb onlara hücum edib həmin topları ələ keçirmək vəzifəsini Halvaçıoğluna tapşırır Şah İsmayıl. Alimaray Şah İsmayılda qeyd olunur bu. Amma qardaşı İbrahim Mirzə önə çıxdı və qeyd edildiyi kimi topçular arasında Osmanlı qoşunlarının nümayəndələri də var idi. Bunu Mehman Süleymanov da yazır, qeyd eləyir. Sözsüz ki, onların fəaliyyəti Qızılbaş qoşunlarını mənbə deyil, Alimaray Şah İsmayıl mənbədir. Müəyyən sınaqlar qarşısında qoya bilərdi Qızılbaş ordusunu. Ona görə Şah İsmayıl hələ döyüş başlamazdan əvvəl Sultan Muradın toplarını sıradan çıxarılmasını lazım bildi. Bunun üçün İsfahan istiqamətinə xüsusi bir dəstə göndərdi. Həmin dəstəyə İlyas bəy rəhbərlik edirdi. Bu dəstənin tərkibində 1500 döyüşçü var idi və onlar da Şah İsmayılın qardaşı Sultan İbrahim Mirzə, Sultan İbrahim kimi qeyd olunur, rəhbərliyi altında idi. Sultan İbrahim ayrı adamdır. İbrahim Mirzə ayrı adam. Qardaşı qeyd olunur mənbədə. Və qeyd olunur ki, Sultan İbrahim döyüşdə iştirak etmək arzusunu bildirdi və Şah İsmayıl da buna etiraz etmədi. Hətta onun döyüşdə göstərdiyi şücaətə görə qaydanbaş ona xəbər çatdırılır. Şah İsmayıl həmin İbrahim Mirzəni bağrına basır və bildirir ki, mənim qanımdan olan bir qardaşımın bu cür cəsarətlə vuruşacağını mən bilirdim. Siz özünüz bunu oxumusunuz o mənbədən mənim. Siz nə təklif edirsiniz? Siz təklif edirsiniz ki, biz bütün mənbələrin orijinallarını bura tökərək. Alimaray Şah İsmayıl və Alimaray Səfəvi Amerikanı yenidən mi kəşf etməyə təklif edirsiniz? Nə deyirsiniz? Əsərin müəllifi kimdir? Sizcə, əsərin müəllifi. Bizə dəqiqə Mehman Süleymanov sizcə... Mehman Süleymanov Alimaray Səfəvi yazıb. Yazmayıb. Mehman Süleymanov əsərində oradan sitat gətirir və mən o sitatı verirəm sizə. Yaxşı. Siz mənə deyirsiniz ki, mənə Alimaray Abbası gətir, Yox, Alimaray Səfəvi müəllifi kimdir? Maraqlanmısınız? Anonimdir. Anonimdir. Sonra. Başqa nədir problem? Bax, problemi deyəcəm indi. Bu həmin kitabın ön sözüdür. Müəllifin yazdığı ön söz. Bəli. Yazır. Bax, mən nə yazır? Yadullah Şükri. Müəllif kitab, yəni kitabın müəllifi, yəni bu Alimaray Səfəvisi dəlil gətirdiyi bizim Mehman Hüseynovun dəlil gətirdiyi kitab. Dərbab müəllifi in kitab mütəəssifanə der heç یک از nüsxə mövcud işarə nəşədə است. Yəni çox təəssüflər olsun ki, bu əsərin müəllifinin bilim kimliyi haqqında heç bir məlumat yoxdur. Nüsxələrin heç birində rast gəlmir. Davam edir ki, müəllif əz tayfə avam-ı şiə və əz pirivani və iradə-i mündan təriqəti xanedan Şeyx Səfi budur. Yəni ki, deyir ki, bu avam bir şiə idi, kim idisə bilinmir və belə bir kitab yazmışdı. Sonra zaman-ı təlif yazır burada. Zaman-ı təlif, yazılma vaxtı. Deyir ki, müəllif, Yadullah Şükri, xoşbəxtanə zaman-ı təlif kitab və təsrihi ki, در صفحه 571 çap hazır şد. روشن و تردید ناپذیر و آن سال 1086 است. Yəni bu kitab Hicri 1086-cı ildə yazılıb. Hicri 1086-cı il miladi tarixlə 1675-ci il olur. Yəni istinad olunan əsərin nədir? Baxın, problemə baxın. Müəllif bilinmir.
Yazıldığı vaxt nə vaxtdır? Hadisələrdən 153 il sonra. Və mütəvatir deyil. Sadəcə olaraq həmin mənbədədir. Digər səfər Siz mənbələrində indi buna bunu rast gələ deyirsiniz. bilməzsiniz. Mən sizə elementar bir sual verirəm. Oxuduğunuz cümlənin içində avam sözü var idi. Aha, avam Siz şeylərdir. o adam buna mövqe bildirən şəxs Aha. iddia edir ki, avam bir insan bu cür bir əsər yazıb Əlbəttə ki. və siz inanırsınız ki, o adam Niyə inanmıram? avam idi. Niyə görə deyir? Çünki Yəni, deyir ki, istifadə tarixi elədiyi qaynaqdan kəlmələr, danışırlar. farsça kəlmələr, bəzi dil kəlmələr farsçada ümumiyyətlə Onun yoxdur. avamlığını Biz işarə ehtimal eləmir. edirik ki, bu adam Azərbaycanlı idi. bildirə bilər. Hansısa bir dildə insan zəif bilə bilər. Bu onun avamlığı demək deyil. Ceyhun Avam müəllim, adam kitab yaza bilməz Yadullah müəllim. Şükrü ölməyibsə o etirazınızı ona Ay bildirərsiniz. Bu müəllim, Yadullah Şükrünün Siz müəllifidir. kitab yazmamısınız. Siz avamsınız. Kitab yazmamışam. Bəli. Yox, bu mövzuda, səfərlər mövzusunda sizin monoqrafiyanız yox, siz belə çıxır avamsınız. Bu adam avam o deyilən adam kitab yazıb. Yadullah Şükrü deyir ki, bu Yadullah əsərin Şükrü çox müəllifi söz deyə bilinmir. bilər. Siz onun Bilinmir. sözünü Kim yazıb sadəcə bilinmir. sizə sərf eləyir. Ola bilsin ki deyir, Aa, ola bilsin ki, məsələ avam bir nədən şiyə gəlir? yazıb, kəlmələr, istifadə Elnur olunduğu müəllim, kəlmələr onu Gəlin göstərir. razılaşın ki, siz mənbələr məsələsində Mən bunu, kifayət qədər mən manipulyasiya bu dəlili, edirsiniz. mən bu dəlilin Manipulyasiya sizə sərf mənbəsini edən mənbələrin dinləyicilərimizin ciddiyyəti öhdəsinə barədə buraxıram. siz sizə sərf eləyən Yox, sərf mənbələrin eləməkdən keç. məlumatlarını ciddi şəkildə təqdim edir və onu heç bir təftişə yaxın qoyum, üstünə toz qondurmusunuz. Ancaq Xeyr, istədiyiniz qarşı qədər toz tərəfin qoya dediyi bilərsiniz. mənbələrə siz mız qoyursunuz ki, biri avamdır, biri digəri bilinmir, anonim mənbədir. Nə dəxli var? Hüdud əl-aləmi onu da qəbul eləməyin də siz. Axı anonim mənbədir. 2003-cü ildə mən onu tərcümə eləmişəm. Çap elətdirmişəm. Hüdud eləmisiz. Ay müəllim, söhbət nədən gedir? Söhbət ondan Çox gedir da ki, sual verirəm. mən Siz mən də suallarda sizə niyə sual verirəm yayınırsınız? mən. Bu bəsit bir sual verdim. Hansı dildən tərcümə Ay eləmisiniz? müəllim, nə dəxli var bunun? Çox Mən sizə dəxli sual var. verirəm. Anonim Çünki mənbədir. əsərin orijinalı ərəb dilindədir. Siz onu Ay necə müəllim, tərcümə edə bilərsiniz? Mən də sizin sualınıza cavab olaraq deyirəm. Anonim olmağı mənbənin ciddiyyətini azaldır. Əgər xəbərlər təvatür yolunda gəlməyibsə, bəli. Təvatür deyəndə nəyi nəzərdə tutursunuz? Xahiş edirəm detallı açıqlama Təvatür verəsiniz. o olur ki, eyni dövrdə yaşamış müxtəlif mənbələr eyni məlumatı verirlər. Siz də baxırsınız, deyirsiniz ki, bu qədər adam bir dənə yalanın üstündə birləşə bilməzlər. Təvatür buna deyirlər. Ya, Sizin bəs oradan o ziddiyyətli anonim sizin əsərdən bu dediyiniz oxuduğunuz şey məlumat başqa mənbələrdə yoxdur. Elnur müəllim, sizin bu dediyiniz bax bu cümləni ki, mənbələrin bir-birini təsdiqləyən məlumatları ciddi alına bilər. Bəli. Doğru məntiqdir. Eyni məntiqlə də şahın xanımının əsir alınması barədə mənbələrin bir-birinə zid, Mən onu demişəm. Xeyr, zid məlumatların verilməsi Demişəm ki, göstərir bəli, ki, bunu yalandır. Osmanlı müəllifləri bu haqda deyirlər, xəbərlər ziddiyyətlidir. Səfəvilərin qaynaqlarında da bu haqda məlumat yoxdur. Susur Səfəvi yoxdur. mənbələr. Amma Amma mən bunu deyirəm Amma də. siz həmin müsahibədə biraz başqa tonla deyirsiniz. Xeyr, dində bir daha Sanki bir dinləyib növ şübhə görəcəksiniz. toxumu səpirdiniz ki, yəni ola bilər mümkündür də Siz xanım da mənim əsir səsimin alınır tonu da. ölçməyin. Mən necə Hə, yəni- demişəmsə söz o. Məsələ digər məsələ və son Yeşil iddia, maşın- müəllim, maşın- sonuncu maşın- iddia Əl-Kürdi məsələsi. Buna toxunaq. Müəllim, bunları mən Tövbə zamanı kanalında müəllimin çıxışı zamanı ekrandan skrin eləmişəm. Ayasofya mətni və demək Britaniya mətni. Həla. Bunların arasında olan fərqlərə baxın, xahiş edirəm. Və birində Əl-Kürdi, digərində Əl-Kürəvi yazılan ifadələri altından xətt çəkmişəm, qırmızı qeyd Xahiş etmişəm. edirəm, Kürəvi sözünü Və izah maraqlı eləyin. olan nədir? Aha. İzah eləyəcəm. Aha, elə. Maraqlı olan budur ki, Elnur müəllim həmin müsahibədə Əl-Kürdi olan hissəni Ayasofya mətnini oxuyur, amma sağdakı Britaniya mətnində olan Əl-Kürəvi Yox, ikisini sözünü oxumur. vav hərfi ilə oxumur. Buyurun, baxın, ekrandan skrin eləmişəm. Siz də həmin kanalın videosu durur, Ya, həmin kanala baxıb, Aha. həmin o səhvi göstər. O səhv Elnur deyil. Səhv deyil, manipulyasiyadır. Elnur müəllim sol tərəfi oxuyur, sağ tərəfi oxumur, sonraki Britaniya nüsxəsini. Gəldik Kürəvi məsələsinə. Burada kart var, bir Bir dəqiqə çıxacaq. yəni Kürəvi məsələsi Kürəvi var. izah eləyin. Kürəvi nə deməkdir? Kürəvinin iki mənası var. Birincisi ehtimal, iki ehtimal var. Aha. Birincisi kür ətrafı bölgədə yaşamağını ifadə edə bilər. İkincisi də kürəvi yer kürəsini ifadə edə bilər. Bu adamın bəşərçi düşüncədə olduğunu ifadə edə İstinsaq bilər. xətası deyə bir şey eşitmisiniz? Nə xətası? İstinsaq xətası. Tarixdə Ola bilər. Yox, ola bilər. Eşitməmişəm dəqiq. Eşitməmisiniz. Niyə Aha. görə? Və acığınız gəlir müəllim, amma gəlməsin. Bunu birinci kursun, birinci semestrində bizə öyrədirdilər. Bu həmin əsərin davamıdır. Buyurun. O göstərdiyimdə bunu göstərməmişdim mən. Özüm bilə-bilə göstərməmişdim, indi göstərirəm. Verin mən oxuyum. Yox, oxuyuram. Oxuyun, buyurun. Hər ikisində siz kürd sözünü göstərirsiniz. Bəli. Aha. Şurəvi nədir onda? Heç bir şey, istisna xətası. Onda bu nədir?
Sizin ekrana gətirdiyiniz Dedim nədir? istinsaq xətasıdır da. İstinsaq nə deyir? İzah eləyin də. Mənim İstinsaq, oxucuya istinsaq izah xətası. eləyin də. İstinsaq xətası bilirsiniz də nədir? Nüsxələr çoxaldılarkən katiblər sürətlə yazı yazanda, sürətlə yazı Dəl hərfi vaf hərfi. necə ki siz Dəl hərfi vaf hərfi. əlbəttə ki ola bilər. Necə ki siz Bəlkə vaf hərfi dəl hərfi. necə ki siz sonradan Kürd gedir axı burada. Tamamında Kürd yazıldı baxın. Buyurun baxın. Yaxşı, bəs siz 1491-ci il nəşrində həmin o sözün qeyd olunmasını niyə istisna edirsiniz ki, əvvəlinkində Kürəvi, sonrakında Kürdü gedir deyə? Necə yəni 91-ci il nəşr? Həmin mətndə. Nə Əvvəlki mətndə başqa, sonrakı mətndə başqa getməsi həmin mətnin dəyişdirilməsi deyil. Xeyr.